Salam dostlar, hər birinizi xoş gördük. Beyin gücü adlı silsiləli videoların 5-incisi ilə sizi tanış edirəm. Bugünkü mövzumuz qərarlı olmaqdır. Beyninizi arzularınıza fokuslamaq istəyirsinizsə, dəqiq qərarlı olmaq lazımdır. Həm də eyni zamanda pozitiv düşünmək lazımdır. Məşhur filosof Florenin belə bir sözü var. Zamanın ən böyük düşməni qərarsızlıqdır. Deməli, beyninizə istəklərinizlə bağlı əks mesajlar verməyin. Bəzən bir şeyi çox istəyirsiniz, sonradan isə düşünməyə başlayarsınız. Görəsən bu istəyim doğrudurmu? Bu zaman beyninizdə bu istəklə bağlı şübhələr yaranmağa başlayır. Məsələn, qəbul imtahanlarına hazırlaşmaq istəyirsiniz və digər tərəfdən düşünməyə başlayırsınız. Universitetdən məzun olan və boş gəzən nə qədər insanlar var. Dil öyrənmək istəyirsiniz, amma sonradan düşünürsünüz ki, bu sizin həm vaxtınızı alacaq, həm də ki, sonunda çox yaxşı nəticə əldə edə bilməyəcəksiniz. Çox zəngin olmaq istəyirsiniz, amma sonradan düşünürsünüz ki, zəngin insanlar çox eqolu və çox xoşbəxt olmurlar. Bu cür düşüncələr sizin istəklərinizə əks olan düşüncələrdir və daima sizin beyninizi məşğul edərək arzu və istəklərinizə addım atmağa imkan vermir. Bəli dostlar, bu fikirlərdən uzaqlaşmaq üçün nə etmək lazımdır? Birinci qayda ondan ibarətdir ki, beyin gücümüzü qorumaq üçün hər gün 10 dəqiqə ağır dildə yazılmış məqalə və yaxud da kitab oxumaq lazımdır. Sonra isə həmin kitabda müzakirələr edərək beyin fırtınası yaratmaq lazımdır. Bu zaman beyin düşünməyə başlayır və düşüncə dairəsini genişləndirir. Gəlin daha aydın izah edim. Özündən 2-3 dəfə ağır yükləri qaldıran idmançıları yəqin ki, tanıyırsınız. Və həmin idmançılar müəyyən bir müddət sonra idmanla məşğul olmadıqda təbii ki, həmin yükləri qaldıra bilməyəcəklər. Beynimiz də elədir. İstifadə etmədikcə paslanır. Beynimizi korlatmanın ən sürətli yolu isə televizor seyr etməkdir. Alman professoru Bernd Fischer bildirmişdir ki, 2 saat televizora baxmaqla beynimizdə yaratdığı tənbəlliyi bir həftə ərzində beyin məşqləri edərək təmizləmək mümkündür. İndi düşünün, saatlarca televizoru izləmək üçünsə nə qədər müddət lazımdır ki, beynimiz o tənbəllikdən çıxa bilsin. Bəli dostlar, bədənimizin ayaqda durması və öz funksiyasını yerinə yetirməsi üçün ona çox yaxşı baxdığınız kimi beynin də funksiya və vəzifələrini yerinə yetirməsi üçün ona da çox yaxşı baxmaq lazımdır. Beynimizin isə ən çox ehtiyac duyduğu şey oksigendir. Qəbul olunan oksigenin 25%-dən çoxu beyin istifadə edir. Amma bəzi insanlar bu faizdən az istifadə edirlər. Nəyə görə? Çünki yaşadığımız şəhərdə hava kirliliyi, eyni zamanda yaşıl zonaların, ağacların az olması və həm də ki, düzgün nəfəs alma texnikinin bilməmələrindən irəli gəlir. Nəfəs alma texniki adlı videom var. O videonu izlədikdən sonra sizdə düzgün nəfəs almaq alışqanlığı yaranacaqdır və dərs çalışmazdan əvvəl mütləq düzgün nəfəs alma texnikindən istifadə edin və həm də yeməkdən sonra heç vaxt dərs çalışmayın. Bu zaman bədənin bütün enerjisi mədədə olan qidaları həzmə getməsinə sərf edəcək. Nəticə olaraq isə onu qeyd edim, əziz dostlar. Beyin bizim duyğu, düşüncə və davranışlarımıza təsir edir. Beyni idarə etmək potensialı isə bizim öz əlimizdədir və bu potensial bütün insanlara verilmişdir. Bu dəfə də sizə bir təcrübəni paylaşmaq istəyirəm. Müəllimlərlə olan seminar və təlimlər zamanı müəllimlərin dərs zamanı stresli, dərsdən əvvəl stresli olduğu və həvəslə dərs keçə bilmədiklərini mənə söylədilər. Mən isə düzgün nəfəs texnikası və həmin anda beyni
tez pozitivə yüklənmə və bu 1-2 dəqiqə çəkir. Bundan sonra isə müəllimlər öz psixologiyalarını özləri idarə edə bildiklərini və çox böyük həvəslə dərsə başladıqlarını bildirdilər. Bu isə mənim başıma dəfələrlə gəlib və bu insanlarda alınırsa, deməli sizdə də alına bilər. Dəyərli dostlar, bu texnikdən istifadə edin və mənə yazın. Bəli dostlar, beynimizi idarə etmək üsullarından bir neçəsini sizinlə bölüşdüm. Siz də bu üsullardan istifadə edib və beyninizi həmişə müsbətdə saxlaya bilərsiniz. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.